Bakı bulvarına gəlib qağayıları yeməməyi xoşlayanlar bu günlərdə ilanları da yeməmək məcburiyyətində qalırlar. Yeni Sabah az məlumat verir ki, şair jurnalist Bərədər Səməndərli belə deyir. Onun sözlərindən aydın olur ki, görməz aktyor Yaşar Nurinin məşhur tamaşada dediyi ilanları yeməmək vaxtıdır zarafatı dənizkənarı parkdakıların gündəlik həyat tərzinə çevrilməkdədir. Şair jurnalistin təqdim etdiyi videodan da aydın görünür ki, Bakı bulvarında ilanlar məskən salmaqdadır. Nəzərin geriləməsi ilə səhralaşan dəniz sahili əraziləri ilanlar özlərinə yuva seçib. Bu isə bulvara dincəlməyə gələnlərin rahatlığını pozur. Keçən ilin sonlarında bulvarda azadə gəzib dolaşan tülkünün ardından bulvarda ilanların peyda olmasını ən müxtəlif səbəblərlə izah edənlər var. Əhmədlidə həyətə girən ağa ilanı kim tutun? Təkcə Bakı bulvarında deyil. Əhmədli qəsəbəsində də ilanlar nəzərə çarpmaqdadır. Bir neçə gün öncə Əhmədlidəki həyət evlərindən birinə girən ağ rəngli, təxminən 1 metr uzunluğunda olan ilan sosial şəbəkələrdə geniş müzakirələrə yol açmışdı. Yayılan videolardan, heyecanlı statuslardan, qonşularla paylaşılan xoflu xəbərlərdən sonra hər addımda sürünən kabus hiss edilir. Həyətinə ilan girmiş ailənin bildirdiyinə görə onlar dəfələrlə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə müraciət etsələr də telefonlarına xətti məşğul etməyin cavabı verilib və kömək göstərilməyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə vətəndaşlara bu məsələnin onların səlahiyyətinə aid olmadığını vurğulayıb. Biz ağaclara baxırıq, ilanlara yox. Bura icra hakimiyyətidir. İlanın bizə nə aidiyyəti var? Ümidlərini rəsmi qurumlardan kəsən ailə daha sonra özəl bir xidmətlə əlaqə saxlayıb. Xidmət müəssisəsindən qeyd edilib ki, ilanı tutmaq üçün 250 manat ödəniş edilməlidir. Bu məbləğin yüksək olduğunu deyən ailə üzvləri özəl xidmətdən imtina ediblər. Ərazinin aid olduğu bələdiyyə orqanları ilə də əlaqə saxlanılıb. Bələdiyyədən yalnız təskinlik verilib. Qorxmayın, kömək etməyə çalışarıq. Xətai rayon icra hakimiyyətindən isə məsələyə münasibət belə olub. Bura icra hakimiyyətidir. İlanın bizə nə aidiyyəti var? Rəsmi qurumlardan heç biri məsələyə yaxın durmadığına görə sakinlər daha da əlacsız qalır. İlanlar çoxalıb, insan azalıb. Bu yerdə Ramiz Rövşənin ilanlar çoxalıb, Allah insan azalıb. Allah misralarını da xatırlayıb Bakı bulvarında, Əhmədlidə və şəhərin digər ərazilərində peyda olan ilanlarla hansı qurum məşğul olmalıdır sualına aydınlıq gətirmək üçün Zoologiya İnstitutu ilə əlaqə saxladıq. İnstitutun Quru Onur Halları Laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İskəndərov Musavat Coma deyib ki, Abşeronda 10 ilan növü var. Onlardan yalnız biri Levante gürzəsi zəhərlidir. Abşeronda hansı ilanlar yaşayır və hansılardan qorxmaq lazımdır? Təvəkkül İskəndərov bildirib ki, Levante gürzəsi xaric, digər sürünənlər insanlar üçün birbaşa ölümcül təhlükə daşımır, amma sancması, aqressiv davranışı xüsusilə uşaq və yaşlılar üçün təhlükə yarada bilər. Bu ilan zərərsizdir, ancaq qorxunc görünüşü ilə panika yarada bilər. İlan balığı da zərərsizdir. İlan başlı kərtənkələ adında ilan olsa da əslində kərtənkələdir. Tolluq ilanı aqressiv ola bilər, ancaq zəhərsizdir.